İndi isə studiyamızda müzakirəyə başlayacağıq. Əlbəttə ki, Azərbaycan prezidenti, Türkiyə lideri, eləcə də Pakistanın baş naziri Şahbaz Şərifin verdiyi açıqlamalar zəfərimizin 5 illik yubileyinin əlaqədar olaraq hərbi paradda bütün dünyanın diqqət mərkəzindədir. Ermənistanda da aktiv şəkildə müzakirə olunur. Əslində verilən mesajlar nə yöndə idi və bunun mənası, məğzi nədir? Yəni qayəsində nələr dayanır? Biz bu ətrafda müzakirə aparacağıq və buna dair müzakirəmizi isə siyasi şərhçi Əhməd Şahidovla edəcəyik. Əhməd bəy, zəhmət olmasa təşrif buyurun masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Əhməd bəy, birinci ondan başlayaq ki, Azərbaycanın bu mövqeyinə qarşı çıxanlar çox idi. Yəni 5 il öncə nəzər yetirdikdə vəziyyətin hansı nöqtəyə gəlib çıxacağı ilə bağlı aydın bir mənzərəmiz yox idi. Düzdür, qələbə qazanmışdıq, vədlər də var idi. Azərbaycan prezidenti də bu prosesi siyasi müstəvidə qazanacağımızı vəd edirdi. Amma bir tərəfdən Amerika Birləşmiş Ştatlarında erməni lobbisinin aktiv fəaliyyəti, digər tərəfdən Fransadan gələn dəstəklər siyasi baxımdan, hərbi aspektdən qeyri-müəyyənlikləri artırırdı. Əslində 5 il ərzində bu müstəvidə nələr dəyişdi? Bəlkə Narxan, mən də ARB24 izləyicilərini salamlayıram. 2020-ci ildə əldə olunan o böyük qələbədən artıq 5 il keçib və bu 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə çox böyük bərpa quruculuq işləri həyata keçirilib. Regionun tarixində misli bərabəri olmayan bir inkişaf var və bu 5 il ərzində təbii ki, Azərbaycan döyüş meydanında əldə elədiyi hərbi qələbədən sonra sizin də qeyd elədiyiniz kimi xüsusən də Fransanın rəhbərlik elədiyi anti-Azərbaycan cəbhəsi, daha sonra Amerika Birləşmiş Ştatlarında senatorlar səviyyəsində, ayrı-ayrı ştatlar səviyyəsində erməni diasporasının təsiri altında olan Azərbaycan əleyhinə olan qüvvələr, Ermənistanı özünə qırmızı xətt elan edən qonşu İran İslam Respublikası və Qarabağda o separatçıların hələ də ayaqda qalmasını istəyən Rusiya, daha sonra Parisdən Dehliyə qədər uzanan Ermənistanı silahlandıran geniş təchizat şəbəkəsi, bütün bu güclər birləşmişdi və Ermənistana ciddi dəstək göstərirdi ki, Ermənistan döyüş meydanında hərbi məğlubiyyət əldə eləsə də heç olmasa danışıqlar masasında, sülh masasında üstünlük əldə olunsun və 2023-cü ildə Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra həmin güclərə qarşı eyni zamanda diplomatiyada böyük bir savaş göstərmiş oldu. Bəlkə də Azərbaycan ictimaiyyəti bu diplomatiyamızın görünən və görünməyən tərəflərini hiss eləyə bilmədi sonuna qədər, amma 44 günlük müharibə qədər eyni səviyyədə diplomatik arenada bir mübarizə getdi və nəhayət son aylar ərzində qalib ölkə ilə məğlub ölkə arasında nəhayət ki, o diplomatik əlaqələr bərpa oluna bildi və Ermənistanın siyasi rəhbərliyi və ona dəstək verən güclər nəhayət ki, reallığı anladılar ki, Azərbaycan hərbi döyüş meydanında qələbəni əldə edib və bunu artıq beynəlxalq hüquqi və diplomatiya sayəsində də təsdiqləyir və legitimləşdirir. Və ötən gün Bakıda reallaşan hərbi parad da eyni zamanda Azərbaycanın hərbi gücünün diplomatiya sayəsində bir təsdiqi idi. Çünki son aylar ərzində Avropanın müxtəlif paytaxtlarında, elə Rusiyanın müxtəlif şəhərlərində, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında danışıqlar keçirilirdi, gah müəyyən nəticələr əldə olunurdu, amma ümumən nəticəsiz qalırdı və nəhayət bu ilin avqustun 8-də Ağ Evdə keçirilən o görüş Azərbaycanın hərbi qələbəsinin ardından diplomatik qələbəsini də təsdiqləmiş oldu və bugün Azərbaycan hərbi paradda qardaş Türkiyə Respublikasının, habelə Pakistanın ən yüksək səviyyədə təmsil olunması, habelə Birləşmiş Ərəb Əmirliklərindən yüksək rütbəli məmurların iştirakı bir daha göstərdi ki, Azərbaycanın əldə elədiyi qələbə artıq dünya səviyyəsində qəbul olunur və bu qələbə bir daha Ermənistan cəmiyyətinə, xüsusən də revanşist güclərə bir xatırlatma oldu ki, Azərbaycan hələ də güclüdür, arxasında güclü ordusu var, xalq, dövlət birliyi
Xalq Hakimiyyət Birliyi qüvvədədir, dəmir yumruq yerindədir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türk İslam coğrafiyası var və bu əslində Ermənistandakı xüsusən də revanşist güclərə bir mesaj idi. Xatırlayırsınızsa, həmin hərbi paradda Prezident İlham Əliyevin çıxışında əsas hədəf Ermənistanın hazırki hakimiyyəti deyil, o revanşist güclər idi ki, məhz hərbi paradda Azərbaycanın qüdrətli ordusunun öz imkanlarını, hərbi texnika imkanlarını nümayiş elətdirməsi, habelə Türkiyə və Pakistan ordularının da Azərbaycanla birlikdə o hərbi paradda iştirakı bir daha o revanşist güclərə bir mesaj idi ki, dəmir yumruq yerindədir. Amma bu dəmir yumruq bu dəfə dağıdıcı deyil, regionda əldə olunmuş sülhün, diyaloqun, inkişafın qoruyucusu rolunda çıxış eləyir. Xatırlayırsınızsa, bir müddət öncə Amerikada keçirilən bir diplomatik forumda ABŞ prezidenti Donald Trump'ın xüsusi elçisi Steve Witkoff'un belə bir açıqlaması var idi. O oval zalda keçirilən İlham Əliyev Donald Trump görüşündə Donald Trump'ın Azərbaycan prezidentinə ünvanladığı belə bir sualı xatırlatdı ki, siz daha güclü bir orduya sahib idiniz. Nəyə görə 2020-ci il müharibəsində müəyyən nöqtədə dayandınız? Siz daha irəli gedə bilərdiniz, daha yeni torpaqlar əldə edə bilərdiniz və o zaman İlham Əliyevin verdiyi cavab əslində Azərbaycanın sülh diplomatiyasına daha meyilli olduğunu və sadəcə öz torpaqlarını geri almaqla kifayətləndiyini, bizim olmayan, özgə torpaqlarında bizim gözümüzün olmadığını göstərdi ki, bu ABŞ rəhbərliyində unikal bir dövlətçilik modeli olaraq xatırlandı və Steve Witkoff'un belə bir açıqlaması bir daha Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Və bu hərbi paradda verilən mesajlar da İstər Azərbaycan prezidenti Cənab İlham Əliyevin çıxışı, istər Türkiyə prezidenti, Pakistanın baş nazirinin etdiyi çıxışlar bir daha dünyaya mesaj idi. Azərbaycan öz haqlı mövqeyini bir daha hərbi sahədə və bugün də diplomatik masada, diplomatik sahədə təsdiq etdi və bu qələbənin arxasında Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı var. Bu, Azərbaycanı sevən güclərə bir xoş xəbərdir, müjdədir. Anti-Azərbaycan güclərə, xüsusən də regionda hələ də Azərbaycanın qələbəsini həzb edə bilməyən İran və Rusiya bir mesaj idi ki, əldə olunmuş bu sülhün, diyaloqun təminatçısı Azərbaycan ordusudur və onun arxasında dayanan Türk İslam Birliyidir. Əhməd bəy, biz bu dönəm ərzində, yəni 30 ilə yaxın müddət ərzində nə qədər arzulasaq da, Qarabağa, Şuşaya bayrağımızı sancacağıq desək də, ləyaqətimizin bərpa olunması istiqamətində addımlar məhz 44 günlük vətən müharibəsində atıldı. Azərbaycan prezidenti də buna fokuslandı. Hər zaman bu baxımdan biraz həssas idik, biraz kövrək anlar yaşırdıq. Ermənilərlə hətta xaricdə də qarşılaşanda onlar özlərini daha əmin şəkildə ifadə edirdilər, ərazilərimizi işğal etməklərinə rəğmən. Amma indi zaman dəyişib, dövr dəyişib, həqiqətlər də artıq öz yerini tapıb. İstəyərdim ki, Azərbaycan prezidentinin buna dair açıqlamasını diqqətə çatdıraq. Daha sonra sizinlə müzakirəmizi davam etdirək. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı zəfər yürüyüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq biz şanlı zəfərə doğru gedirdik. Və Şuşanın düz 5 il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza attı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik.
Elə Azərbaycan prezidenti elə bu tarixlə bağlı danışdı. 5 il öncə 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktını imza atdı. Amma biz Köçəryanın bir açıqlamasını təqdim etdik. Deyir ki, əslində Ermənistanın baş naziri Nikol Paşinyan bilirdi ki, bu müharibədə, yəni müəyyən qədər irəlilədikdən sonra bilirdi ki, uduzur və qalib gəlmə imkanı da yoxdur. Niyə müharibəni dayandırmadı, geri çəkilmədi? Ermənistanın baş naziri bu barədə əslində açıqlama verib. Deyib ki, əgər həmin dönəmdə mən geri çəkilmək qərarı versəydim, o zaman vətən xaini adlandıracaqdınız məni. Köçəryansa deyir ki, ən azı 5000-6000 yaralı daha az ola bilərdi və yaxud da 2500-3000 həyatını itirən insanlardan biz qurtula bilərdik canımızı. Yəni bu itkilərin sayını azalda bilərdik. Doğrudan da o zamanlar Nikol Paşinyan belə bir qərar versəydi, münasibət necə olardı sizcə? Ümumiyyətlə, Robert Köçəryan olsun, Serj Sarkisyan olsun, onlar bugün erməni cəmiyyətində bir siyasi meyit olaraq görülürlər. Onların heç bir rolu yoxdur. Onlar istənilən şəraitə öz etirazlarını bildirəcəklər erməni cəmiyyətində və əslində Nikol Paşinyanın sözlərində bir həqiqət var. Yəni, əslində Nikol Paşinyan bugünkü açıqlamaları parlament çıxışlarında da bildirirdi ki, kaş ki, hələ 10 illər bundan öncə Azərbaycanla razılaşsaydıq, daha yaxşı, Ermənistan üçün daha yaxşı şərtlərdə razılaşa bilərdik. Bu müharibə bizim üçün ağır nəticələrə gətirib çıxardı erməni cəmiyyəti üçün. Və 44 günlük müharibənin elə ilk günlərində, artıq ilk həftədə bəlli idi ki, Azərbaycan böyük üstünlüyə sahibdir. Hər gün, hər saat yeni qəsəbələr, kəndlər, şəhərlər, rayonlar işğaldan azad edilirdi. Təbii ki, həmin an Nikol Paşinyan bir ölkəsinin Ali Baş Komandanı olaraq geri çəkilmək və dərhal təslim olmaq qərarı versəydi, daha az itki, daha az canlı itki, hərbi texnika itkisi ilə nəticələnərdi bu sülh razılaşması. Təbii ki, o zaman öz iqtidarının gələcəyini düşündü. Bildirdi ki, o revanşist əhval-ruhiyyə erməni cəmiyyətində çox güclüdür. İlk həftədə məğlub olsa, bu artıq satqınlıq, vətən xaini kimi qələmə veriləcək. Əgər Robert Köçəryan bunu 5 ildən sonra deyirsə, həmin an daha böyük coşqu ilə erməni cəmiyyətini inandırmağa çalışırdı. Görünür ki, müəyyən acı reallıqlar baş verməlidir ki, o dəmir yumruq öz sözünü deməlidir ki, erməni cəmiyyəti nəhayət ki, reallığı başa düşsün. Hələ Allahlarına şükür eləsin ki, 44 gün ərzində bu müharibə yekunlaşdı ki, daha çox itkilər verilə bilərdi. Hətta cənab prezidentin dediyi kimi Şuşanın işğaldan azad edilməsindən dərhal sonra bu kapitulyasiya aktına imza atılmasaydı, hətta bəzi məlumatlara görə 20.000 erməni əskəri artıq əsirlikdə idi ki, məhz bu faktın özü Nikol Paşinyanın təslim olmasına gətirib çıxardı. Əks halda erməni xalqı daha 100 illiklər boyu başına gələcək bu faciənin acısını xatırlayacaqdılar. Amma Robert Köçəryan, Serj Sarkisyan onlar artıq dediyim kimi erməni cəmiyyətində heç bir nüfuza sahib deyirlər. Elə 2020-ci il məğlubiyyətindən sonra keçirilən seçkilərdə əgər erməni cəmiyyəti, erməni xalqı yenidən Nikol Paşinyana və onun komandasına səs verdilərsə, etimad göstərdilərsə, bu o deməkdir ki, erməni cəmiyyəti artıq başa düşür ki, revanşist güclərdənsə elə məğlub olmuş Nikol Paşinyan daha yaxşıdır ki, ən azından əldə olunacaq sülhdən sonra erməni cəmiyyəti rahat bir nəfəs ala biləcək ki, bu artıq bugün reallığa çevrilib. Erməni cəmiyyəti xüsusən də bu hərbi paraddan sonra anladı ki, artıq Azərbaycanla güc yolu ilə, müharibə yolu ilə danışmaq mümkün deyil. Azərbaycan artıq regionda sülhün qurucusu və təminatçısı olan güclü bir orduya sahibdir, güclü bir tərəfdaşlara, qardaş ölkələrə sahibdir. Ermənistan isə yarı yolda buraxıldı. Ən yaxın tərəfdarı olan Fransa olsun, Rusiya olsun, Hindistan olsun belə bugün real bir kömək edə bilmir. Hətta Fransanın uzun illərdir davam elətdirdiyi anti-Azərbaycan cəbhəsindən sonra bugün Fransa lideri Emmanuel Macron xaricdə keçirilən tədbirlərdə Azərbaycan prezidenti Cənab İlham Əliyevə yaxınlaşıb səmimi dialoq qurmağa can atırsa, hətta Fransa lideri belə başa düşür ki, artıq Ağ Evdə əldə olunan razılaşmadan sonra Azərbaycan bölgədə güc mərkəzidir. Onun gücü ilə, diplomatik, hərbi gücü ilə razılaşmamaq artıq mümkün deyil. Əhməd bəy, biz ən çox sosial mediada da danışılan istiqamətlərdən biri barədə istəyərdik ki, müzakirə aparaq. Söhbət Ermənistanda müxtəlif cinayətlərdə təqsirləndirilən
təqsirləndirilən şəxslərdən gedir. Daha doğrusu, erməni əsilli şəxslərdən gedir ki, onlar Azərbaycanlılarla bağlı müəyyən addımlar atıblar, qərarlar veriblər. Azərbaycan prezidenti əslində bu məsələyə bir dəfə də toxunmuşdu, amma yenidən bu məqamı diqqətə çatdırdı. Dedi ki, onlar deyirdilər ki, Bakıda çay içəcəklər, tanklarla girəcəklər. Deyir, arzuları gerçəkləşdi. Hazırda çay içirlər, amma təcridxanada. İstərdim ki, həmin açıqlamanı da işləyək, daha sonra müzakirəmizi davam etdirəcəyik. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün Hərbi Qənimət Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Bəli, Azərbaycan prezidentinin də dediyi kimi, həmin o şəxslər indi istintaq təcridxanasında Azərbaycan çayını içirlər və həmin şəxslərlə bağlı da cinayət işi davam etdirilir. Artıq demək olar ki, yekunlaşmaq üzrə də bir ildir ki, proses aparılır. Siz həm də bir hüquq müdafiəçisisiniz. İstəyərdim ki, elə bu müstəvidə də danışaq. Erməni əsilli şəxslərlə bağlı Azərbaycana təzyiq göstərməyə də çalışırlar. Hətta Ermənistanda bəzi rəsmi şəxslər Alen Simonyan səviyyəsində bunu ifadə etməkdən də çəkinmirlər. Baxmayaraq ki, Nikol Paşinyan bu məsələni ümumiyyətlə qabartmır, özünə sərf də etmir. Onları niyə Ermənistana yenidən gətirsin ki? Bu məsələ hansı məcrada həll olunacaq? Əslində, Azərbaycan prezidentinin çıxışından bizə bir daha aydın oldu ki, güzəşt olmayacaq. Zaman-zaman bu danışılır deyə sual verirəm. Sizcə bu məsələ ilə hüquq müstəvisində necə lazımdır? O cür aparılacaq, yoxsa hansısa bir güzəşt də baş verə bilər? Beynəlxalq hüquq prizmasından yanaşsaq, bugün Bakıda məhkəməsi keçirilən erməni əsilli şəxslər uzun illər dövründə Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı konkret müharibə cinayətləri törətmiş şəxslərdir. Bununla bağlı kifayət qədər faktlar, sübutlar var. Elə 44 günlük müharibədən öncə və həmin müharibə günlərində istər Arayik Arutyunyan olsun, istər digərləri olsun, onların video müraciətləri var. Azərbaycan xalqına, Azərbaycan dövlətinə və onun liderlərinə və hədə-qorxu formasında Gəncənin, Bərdənin, Mingəçevirin vurulması ilə bağlı, raket ateşinə tutulması ilə bağlı əmr verdiklər. Bu konkret müharibə cinayətidir və kimliyindən asılı olmayaraq həmin şəxslər beynəlxalq qanunlara əsasən mühakimə olunmalıdır və olunurlar. Və Bakının burada çox hüquqi bir yanaşması var ki, həmin məhkəmə prosesi tam açıq keçirilir, şəffaf keçirilir. Həmin məhkəmə istintaqı altında olan şəxslərin bütün hüquqları təmin olunub, onlar tərcüməçilərlə təmin olunublar, vəkillərlə təmin olunublar və onlar öz ailələri ilə mütəmadi telefon və ya Zoom əlaqəsi, ünsiyyəti qura bilirlər və onların verdikləri ifadələr də artıq peşmançılıq, etiraf edici ifadələrdir ki, onlar artıq törətdiyi cinayət əməllərinə görə peşmançılıq hissi keçirirlər. Təbii ki, erməni cəmiyyətində hələ də o revanşist qüvvələr var ki, onlar o Ruben Vardanyanların, Arayik Arutyunyanın azadlığa buraxılması üçün müəyyən çağırışlar edirlər. Təkcə Ermənistan daxilində deyil, elə Rusiya Federasiyasında və Avropada da həmin şəxsləri siyasi məhbus, vicdan məhbus kimi təqdim edən qüvvələr var. Heç təsadüfi deyil ki, biz ATƏT-in Varşavada, Viyanada keçirilən tədbirlərdə həmin revanşist erməni vətəndaş cəmiyyəti nümayəndələrlə qarşılaşırıq. Onlar siyasi panellərdə ifadə azadlığı ilə bağlı baş tutan panel sessiyalarında Ruben Vardanyanı, Arayik Harutyunyanı, digərlərini sanki siyasi məhbus kimi, vicdan məhbus kimi təqdim etməyə çalışırlar. Güya onlar söylədikləri fikirlərə görə, ifadə elədikləri fikirlərinə görə bugün Bakıda məhkəmə qarşısındadır. Əslində reallıq tamam başqadır. Onların elə özlərinin verdiyi ifadələr, son 35 il ərzində həmin şəxslərin törətdikləri müharibə cinayətlərindən əziyyət çəkmiş, ailə üzvlərini itirmiş, yaralanmış şəxslərin məhkəmədə verdiyi şahid ifadələri bir daha onu göstərir ki, onlar konkret müharibə cinayətləri törədiblər və o ki qaldı erməni daxili siyasi kontekstindən yanaşlar. Təbii ki, Nikol Paşinyan həmin o revanşistlərin sərbəst buraxılmasını istəməz, xüsusən də seçki öncəsi.
Çünki onların Ermənistana qaytarılması Ermənistan daxilində revanşist əhval-ruhiyyəni yenidən alovlandıracaq. Nikol Paşinyan iqtidarına qarşı bu təbii ki sərf eləmir, amma zaman-zaman bəzi erməni siyasətçilər təbii ki belə açıqlamalar verirlər. Bakının mövqeyi dəyişmir. Məhkəmə sonuna qədər davam edəcək. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı elan olunacaq. Onlar müəyyən müddətlik azadlıqdan məhrum ediləcəklər. Təbii ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sənədi imzalandıqdan sonra, sərhədlər açıldıqdan sonra, müəyyən regional kommunikasiya və infrastruktur layihələri açıldıqdan sonra iki ölkə arasında müəyyən bir etimad, dialoq, sülh, barış atmosferi formalaşdıqdan sonra Bakı ilə Erivan arasında müəyyən jestlər həyata keçirilə bilər. Amma mən inanmıram ki, konkret müharibə cinayətləri törətmiş şəxslər sərbəst buraxıla bilər. Amma ikinci dərəcəli cinayətlər törətmiş və ya cinayətlərdə iştirak etmiş şəxslər var ki, onlar da bugün məhkəmə prosesi üçün Bakıdadırlar, təcridxanadadırlar. Bəli, onların müəyyən şərtlərdə Erivana, Ermənistana ekstradisiyası mümkündür, onların cəzalarının Ermənistanda çəkilməsi şərti ilə. Bu, amma Bakının ata biləcəyi humanist addımın, humanist jestin bir tərkib hissəsidir. Bakının, Azərbaycanın belə bir öhdəliyi yoxdur. Tam qanun çərçivəsində beynəlxalq hüquq normaları və Cenevra konvensiyası şərtləri altında bugün məhkəmə prosesi keçirilir. Həmin o məhbusların gələcəkdə qismən cəzaların azaldılması və Ermənistana ekstradisiya olunması isə bu Bakının humanist addımının bir tərkib hissəsi ola bilər. Belə bir öhdəlik yoxdur. Bu, əgər olacaqsa belə, bu Azərbaycanın Ermənistana bir humanist jesti kimi qəbul edilməlidir. Əhməd bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq fikirlərinizi bildirdiyiniz üçün, studiyaya gəldiyiniz üçün. Bəli, dəyərli izləyicilərimiz, dediyimiz kimi biz elə vətən müharibəsində qazanılan qələbənin 5 ili ilə bağlı keçirilən hərbi paraddan danışdıq və bu parad hazırda dünya mediasında da çox danışılır, çox müzakirə olunur. Bir tərəfdən qeyd etməliyik ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ora gəlməsi, digər tərəfdən Pakistanın baş naziri Şahbaz Şərifin mesajlar ötürməsi daha çox diqqət görüb. Həm də Azərbaycanın təqdim etdiyi silahlar var ki, bu məcrada da biz deyə bilərik ki, dünya mediası xüsusi diqqət ayırır. Elə növbəti sujetdə biz də buna fokuslanmışıq.